Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vel âkibete lit-takva vel yaqin. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel mursalin. Habibina ve habibi ilahil alemin. Abel Qasimi Mustafa Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed. Ve ala ehli beytihi teyyibine tahirin. Ve la'netullahi ala a'daihim ecmain. Minel ana ila yevmiddin. Amma ba'd, Rabbi şrahli ve yessirli emri ve hlul uqdeten min lisani yefqahu qavli. Sadaqallahul aliyyul azim. Bismillahirrahmanirrahim. Yevme nad'u kulle unusin bi imamihim. Yadına sal ki o gün əməl kitabını almaq üçün insanlar hər bir dəstəsi tabe olduğu imamın arxası ilə gələrlər və öz imamları ilə çağırırlar. Qiyamət günündə hər bir dəstə öz imamı ilə məhşərə çağırırlar. Allah bizi imamımızı tanıyıb, zamanənin imamını tanıyıb, ona ibadət, itayət, onun dediklərinə əməl eləyən bəndələrdən qərar versin. Bugün mən əziz ruhanları, əziz möminləri, əziz əhl-i beyt sevənləri, əhl-i beyt aşiqlərin, əhl-i beyt tanıyıb, əhl-i beyt yolu ilə gedənləri İmam Muhammed Təqə əleyhissalamın mövlud günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Allah bu günün feyzini sizlərdən əsirgəməsin. Bugün əziz ruhanlara, əziz möminlərə İki səbəbdən əziz gündür ki, biri Rəcəb ayının 10-cu günüdür, Allahın seçdiyi aylardan biridir. Rəcəb ayı haqqında biz çox danışmışıq, çox xütbələr eləmişik. Allah bizi Rəcəb ayını tanıyıb, onun əməllərin icra eləyən bəndələrdən qərar versin. Və bir noyu da bizim üçün bir əziz gündür ki, 9-cu imamımız İmam Muhammed əleyhissalamın mövlud günüdür. İmam Muhammed əleyhissalam imamımızın, yəni 9-cu imamımız İmam Rıza əleyhissalamın evladı və onun anası xanım, bir çox rivayətlər var onun anasının adında. Bəzi tarix yazanlar yazır ki, Xərzəmədir. Bəzi tarix yazanlar yazır ki, Səbikədir. Bununla işimiz yoxdur. Anasının adı Səbikədir. Səbikə xanım Həzrəti Peyğəmbərin zövcəsi olan Mariya Qibtəyinin nəslindəndir. Yəni, maraqlanmaq istəyənlər xütbələrimizi görərlər, maraqlanmaq istəyənlər mənbəsi Üsul-i Kafi, cild 1, səhvə 315, hədis 429. Çox zamanəsinə görə möminə xanım olub. İmam Muhammed İbn Əli əleyhissalamın ləqəblərindən Cavad Təqi 2 dənə mötəbər ləqəbləri olub ki, onun biri Cavaddır, biri Təqidir. İmam Muhammed Cavad əleyhissalam 1195-ci ildə Rəcəb ayının 10-da Mədinədə dünyaya göz açdı. İmam Muhammed Təqə əleyhissalamın həyatını 2 qissəyə bölmək olar. 2 hissədən ibarət onun həyatı haqqında danışmaq olar. Onun biri atası İmam Rıza əleyhissalamın dövründə yaşadığı, atasının imamlıq dövrü etdiyi zamanı ilə danışmaq olar.
biri də özünün atasının şəhadətindən sonra, yəni İmam Rıza əleyhissalamın şəhadətindən sonra İmam Cavad əleyhissalamın imamlıq dövrü. İmam Cavad əleyhissalamın imamlıq dövrü 2 Abbasi xəlifəsinin zamanına təsadüf edir. Onun biri Mə'mundur, 193-218 Hicri qəməri ili. Biri də Möhtəsimdir ki, 218-227 Hicri qəmərli ki, onların hakimiyyət dövrü olub. İmam Cavad əleyhissalamın da imamət dövrü bu 2 xəlifənin, 2 hakimin hakimlik dövrünə təsadüf edir. Məmun İmam Cavad əleyhissalamı Mədinədən Bağdada gətizdirdi ki, Məmunun nəzarəti altında olsun. İmam Cavad əleyhissalam imamətə çatanda 7-8 yaşları olardı. İmam Rıza əleyhissalama Allah İmam Cavad əleyhissalamı 47 və 48 yaş yazırlar, bu yaş ərzində verdi. İmam Rıza əleyhissalamın dövründə bir dənə belə təriqət kimi bir qrup var idi, ona vaqiflər deyirlərdi. Bu vaqiflər İmam Rıza əleyhissalama çox təəkidli sözlər, məktublar yazırlardı ki, nə cür sən imamsan ki, sənin evladın yoxdur. Axı Peyğəmbərin hədisi var ki, haqq imam 12 nəfərdir. Bunlar İmam Rıza əleyhissalama məktub yazdılar ki, sən nə cür imamsan ki, sənin evladın yoxdur, sən sonsuzsan. Sən necə imamsan, sənin davamın olmayacaq. İmam Rıza əleyhissalam cavabsız qoymadı bunların sualını. Dedi, sən nə bilirsən ki, mənim evladım olmayacaq. Allah mənə 2 saatdan sonra bir evlad verər. İmam Rıza əleyhissalama Allah İmam Muhammed Təqi əleyhissalamı verib o vaqifləri öz yerində otuzdurdu, susturdu. İmam Rıza əleyhissalam İmam Cavad əleyhissalam haqqında bir neçə hədis buyurub ki, istəyirəm inşallah siz əziz möminlərin xidmətinizə ərz eləyəm. İmam Rıza əleyhissalamın ailəsinə və eləcə də şiyələr arasında İmam Cavad əleyhissalam xeyir-bərəkətli uşaq kimi adlandırıb. İmam Rıza əleyhissalam buyurur ki, bu uşaq, bu imam, yəni Muhammed Təqi əleyhissalam, ailəm və mənim şiələrimin arasında ən xeyirli, bərəkətli uşaqdır. Ən xeyirli, bərəkətli uşaqdır. Yəhya Sənani deyir, bir gün İmam Rıza əleyhissalamın yanında idi. Bu vaxt o həzrətin yanında az yaşlı övladı var idi. Yəni Muhammed onun yanındaydı. Deyir, gəldi İmam Rıza əleyhissalamın yanına. İmam Rıza əleyhissalam buyurdu, şiyələrimiz üçün xeyir, bərəkətli bir uşaq dünyaya gəlmişdi. Yəni bu uşaq şiyələrimiz üçün xeyir, bərəkətlidir. Onun vücudunda xeyir, bərəkət vardır. Yəni bununla da maraqlanmaq istəyənlər Əl-İrşad kitabının səhvə 319-a müraciət edə bilərlər, Beyrut çapı. İmam Təqi əleyhissalamın xeyir, bərəkəti onun dünyaya gəlməsindəndir. Həkimə xatun İmam Rıza əleyhissalamın bacısı İmam Cavad əleyhissalamın bibisidir. O deyir ki, cümə günü qardaşım İmam Rıza əleyhissalam mənə xəbər göndərdi ki, mən onun evinə gedəm. Deyir, məni qardaşım çağırdı, mən getdim qardaşımın evinə, məni evinə çağırmağının səbəbini soruşdu. Dedim, qardaş, nədir səbəbi ki, məni çağırmısan? Dedi, bacı, inşallah ki, Pərverdigara aləm mənə bir övlad inayət edəcək. Buna görə istədim ki, sən bu gecə bizim evdə olasan.
Deyir, sonra əlimdən tutdu, məni səbəkənin otağına apardı və bir çıraq yandırdı. Və sonra otaqdan çıxdı. Deyir, mən baxdım bu xanımın halətinə, gördüm ki, bu dünyaya uşaq gətirəcək. Deyir, bir teşt hazırladım, içinə suzat döktüm ki, bu uşaq dünyaya gəlməsinə hazırlıq görək. Deyir, bir an bu qardaşımın yandırdığı çıraq söndü. Deyir, dedim, görəsən ilahə, niyə mənim qardaşımın yandırdığı çıraq söndü? Bu nədir? Deyir, mən uşağın üzündən pərdəni götürəndə çırağın sönmə səbəbini gördüm ki, bu uşağın üzündəki nur otaqda bütün işıq yaratdı. Onun işığı o çırağın işığından üstün olduğuna görə o çırağın işığı sönmüşdü, o çırağın işığı görünməz haldaydı. Deyir, uşağı mən taxladığım paltara bükdüm, geyindirdim, qardaşımı çağırdım. Qardaşım gəldi, uşağı deyir, məndən aldı, qoydu beşiyinə. Dedi, bacı, mən istəyirəm ki, 3 gün bizim evdə qalasan, bu uşağa keşiyində durasan, qulluq eləyəsən. Deyir, mən 3 gün bu uşağın yanında qaldım, uşaq gözlərini açdı, yuxarı baxdı, sağa baxdı, sola baxdı. Dedi, şəhadət verirəm ki, Allahdan başqa Allah yoxdur. Və şəhadət verirəm ki, Muhammed Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm Allahın elçisidir. Deyir, mən olanları qardaşıma dedim, qardaşım dedi, bacı, sən qarşıda bu uşaqdan çox möcüzələr görəcəksən. İmam Rıza əleyhissalamın çox möcüzələri olub, biri də odur ki, Mə'mun məcburən öz qızın İmam Rıza İmam Təqə əleyhissalama verdi. Nə səbəbə? Burada bir ictimai siyasi bir məsələ var idi ki, qızın ona verirdi. Çün istəyirdi ki, İmam Təqinin evi eşi işrət evi olsun. İmam Təqə əleyhissalam insanlar yanında hörmətdən, izzətdən, şərəfdən düşsün. Amma olmadı. Deyir, bir toy raxlatdırdı Mə'mun. O zamanənin deyir, bir 99 dənə xanımın yığdı gözəl göyçək. Necə ki, o haşiyə çıxım, o Yusuf əleyhissalama kinosuna heç olmaya oxumasınız da Qurandan, kinosuna baxmısınız ki, Züleyxiyə çox irad tutdular ki, sən padişahın xanımı olarlar, bir dənə kərəbi köləyə niyə aşiq olmuşsan? Dedi, yaxşı, filan vaxtı, filan günü bir dənə məscidə gələrsiniz mənim evimə, mən yığıncaq. Hamıya xəbər verdilər o vaxtın xanımlarına, hərəsinin əlinə bir portağal verdilər, bir iti bıçaq. Bunları portağal bıçaq paylananda Yusufə dedilər, gir içəri. Yusuf əleyhissalam içəri girəndə bunlar Yusufun gözəlliyindən özünü itirib, portağal əvəzinə başladılar özünün əllərini kəsməyə. Bu Mə'mun da bu cür siyasət irəli sürdü. O vaxtın gözəl xanımların geyindirdi, bərli bəzəyli gətirdi o toy mərasiminə ki, imamın fikrini cəlb eləyə bilsin. Amma yenə cəlb eləyə bilmədi. O zamanın bir dənə musiqi aləti ilə ifa eləyib, gözəl səsli bir dənə insanı var idi. Dedi, sən imam Təqini yoldan çıxarda bilirsən, dedi, sən narahat olma, heç də narahat olma. Mən onun fikrini dağıdaram, onu cəlb eləyərəm özümə. Deyir, gəldi, oturdu İmam Cavad əleyhissalamın yanında, başladı gözəl avazından oxumağa. Hamı deyir, yığışdı bunun başına, gördü İmam Cavad əleyhissalam başını aşağıdan qaldırmır. Deyir, bir musiqi aləti var idi, istədi oyla ifa eləsin, biraz ifa elədi. İmam Cavad əleyhissalamın başını qaldırdı, dedi, heç utanmırsan ki, sən haram iş görürsən, sən elə bir fikirləşirsən ki, məni özvə cəlb eləyəsən, əllərin quruyar o iş görmə. Deyir, həmin şəxsində əlləri qurudu.
İmam Təqi əleyhissalamın bərəkəti bundan ki, dedi əllərin quruyar, Allah onun sözünü yerə salmadı. Məmunun siyasətin qaytardığı öz sifətinə çırpdı. Öz sifətinə çırpdı. İmam Rıza əleyhissalamdan sonra İmam Cəvad əleyhissalam 7 yaşında imamətə yetişdi. Bunun bəziləri ilk, yəni uşaq yaşlarında imamətə yetişən İmam Cəvad əleyhissalam olub. Və İmam Cəvad əleyhissalamdan sonra 5 yaşında zamanəmizin imamı imamətə yetişdi. Həsən Əskər əleyhissalamdan sonra. Bu çoxları buna şək eləyirdi ki, 7 yaşında uşaq da imamətə yetər. Əli İbn Əsbət deyir ki, mən İmam Cəvad əleyhissalamın imamətə çatmasından sonra bir gün deyir ondan yolda rastlaşdım. Deyir mən İmam Cəvad əleyhissalamın imamlığına əqidəm olmadığı üçün ürəyimdə öz-özümə deyirdim. İmamiyyət cəmaatı, yəni şiələr deyirlər ki, Allah bu uşağın itayətin bizə vacib edib. Biz ona itayət etməliyik. Bir uşağa itayət etmək mənə çox təəccüblü gəlirdi. Ürəyimdə belə bir fikrim keçirdi ki, mən bu uşağa nə cür itayət eləyim. Deyir, İmam Cəvad əleyhissalam ayaq saxladı. Ayaq saxladı, deyir, üzünü mənim üzümə tutub buyurdu ki, ey Əli İbn Əsbət, Allah Taala Quranda nübüvvət məqamını dəlil subut gətirdiyi kimi, imamət məqamına da dəlil subut gətirib. Allah Taala Məryəm surəsinin 12-ci ayəsində belə buyurur. Və ətəynəhul hukmu səbiən. Biz ona uşaqlığında hikmət əta etdik. Bu Yəhya Peyğəmbər əleyhissalam haqqında idi. İmam deyir, bu sözü buyurduqda başa düşdüm ki, mənim qəlbimdən keçəni imam bildi. Deyir, bir anlıq qəlbimə yenə belə bir fikir doldu ki, deyəsən bu cadugardır. Deyəsən bu cadugardır. Deyir, imam mənə təkrar dedi ki, Allah Taala Yusuf surəsinin 22-ci ayəsində belə buyurur. وَلَمَّا بَلَغَ أَشُدَّهُ أَتَيْنَاهُ حُكْمًا وَعِلْمًا. Yusufun gəncliyinin ən yetkin dövrünə çatdıqda ona hikmət, peyğəmbərlik və elm verdik. Deyir, mən imamın bu sözünü eşitdikdə ona iman gətirdim, əqidəmi döndərdim və ona imamlığını qəbul elədim. Allaha and verək izzəti və cəlalına xatir ki, Allah bizi, imamımızı tanıyıb, ona itayət eləyən bəndələrindən qərar versin.